video paylaşmışdım ki, bəzən bir insanın sizi bəyənmək səbəbi sizinlə münasibət istəməmək səbəbi ilə eyni səbəb ola bilər. Bəziləri başa düşmüşdü, lakin başa düşməyən insanlar da var idi. İndi nümunə ilə daha aydın şəkildə başa salacağam. Mənim bir pasiyentim var idi, bəy olan pasiyentim var idi. Seansa müraciət səbəbi o idi ki, artıq münasibətdə olduğum xanıma qarşı köhnə hisslərimi hiss edə bilmirəm və s. Seans əsnasında aşkarlanmışdı ki, xanım daha öncədən çox azadlıq sevər, çox əyləncəli, çox belə cəlbedici geyinən, rəfiqələri ilə tez-tez görüşən biri idi. Lakin bəy xanımla münasibətə daxil olanda qayıdıb deyib ki, mən istəyirəm ki, sən bundan sonra qırmızı rəngdə heç nə geyinməyəsən, istəyirəm ki, daha sakit olasan, gülməyəsən, rəfiqələrlə gec-gec görüşəsən, çünki mənim ailə yapıma uyğun deyil bu. Mənim ailəm belə şeylərə pis baxır, ona görə mən də pis baxıram. Halbuki xanımı öncədən bəyənmə səbəbi məhz xanımın belə biri olması idi. Xanım isə sonradan bəyə görə başlayır uyğunlaşmağa, onun sözünü dinləməyə, onun istədiyi kimi geyinməyə, onun istədiyi kimi özünü aparmağa və bir məqamdan sonra bəy artıq o xanıma qarşı soyuma yaşayır. Seansda da niyə görə soyumusunuz sualına cavab olaraq, o artıq mənim sevdiyim, mənim vurulduğum o qadın deyil. Qabaq onunla bir ortama daxil olanda, bir otağa girəndə hamı dönüb ona baxırdı. Hamı mənə deyirdi ki, o qız sənə necə baxıb və s. Amma hal-hazırda elə deyil. Hal-hazırda mən belə onun yanında daha cəlbedici görünürəm dedi. Artıq nə demək istədiyimi daha aydın şəkildə başa düşdüyünüzü düşünürəm.